Emil müəllim, istərəm elə sizdən başlayaq. Bugün çox mühüm bir konferans keçirildi Bakıda. İtkin düşmüş şəxslərlə bağlı onların kimliyinin müəyyən edilməsi xüsusilə mühüm bir məsələdir. Mən istərdim əvvəlcə başlayaq statistik rəqəmlərdən, izləyicilərə də maraqlı təbii ki. Bu günə qədər, bu ana qədər, bugünkü tarixə qədər nə qədər itkin düşmüş şəxs kimliyi müəyyən edilib, kütləvi məzarlıqlar tapılıb. İstərdim əvvəlcə bundan başlayaq. Əvvəlcə dəvətiniz üçün təşəkkür edirəm. İtkin düşmüş şəxslərin taliyi ilə bağlı olan bu məsələ doğrudan da təkcə hüquq mühafizə sahəsində deyil, bütövlükdə dövlət və cəmiyyətin bir vicdan məsələsidir və bu məsələ hər zaman dövlətin siyasətində prioritet istiqamətlərdən biri hesab edilmiş və Cənab Prezidentin həmişə diqqət mərkəzində olmuşdur. Məlumat verildiyi kimi Baş Prokurorluq İstintaq İdarəsində Ermənistan silahlı qüvvələrinin və digər silahlı birləşmələrinin Azərbaycan Respublikasına qarşı apardıqları təcavüzçü müharibənin gedişində törədilmiş çoxsaylı sülh və insanlıq əleyhinə olan müharibələr, müharibə əleyhinə olan müharibə cinayətlərlə bağlı cinayət işi üzrə ibtidai istinaq tamamlanaraq çoxsaylı şəxslərin barəsində Bakı Hərbi Məhkəməsinə göndərilmiş və həmin işdən digər şəxslərin barəsində cinayət işi ayrılmış və hazırda aktiv şəkildə ibtidai istinaqı davam etdirilir. Həmin iş üzrə istinaq çərçivəsində Respublikanın həm işğaldan azad edilmiş, həm də digər ərazilərində qeyd olunan cinayətlərin gedişində itkin düşmüş, zorakılıqla yoxa çıxarılmış və sonradan tapılmış insan meyit qalıqlarının ümumi səbəbləri və şəxsiyyətlərinin müəyyən edilməsi üzrə müvafiq zəruri olan istinaq hərəkətlərinin aparılması davam etdirilir. Baş Prokurorluq bu məsələdə Azərbaycan Respublikasının əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu ilə yaxından koordinasiyalı şəkildə fəaliyyət göstərir. Ümumiyyətlə istinaq materiallarına əsasən hal-hazırda 1-ci Qarabağ və 2-ci Qarabağ müharibəsi gedişində 3990 nəfərin itkin düşməsi müəyyən edilmişdir ki, onlardan 3984 nəfəri 1-ci Qarabağ müharibəsi zamanı, 6 nəfəri isə 2-ci Qarabağ müharibəsi zamanı itkin düşmüşdür. İtkin düşmüş şəxslərin axtarışı ilə bağlı proseslər 2-ci Qarabağ müharibəsindən sonra, daha dəqiq desəm 2021-ci il fevral ayından etibarən işğaldan azadılmış ərazilərdə prokurorluq əməkdaşları tərəfindən intensiv şəkildə itkin düşmüş şəxslərə aid olduğu ehtimal edilən məzar yerlərinin axtarışı, qazıntı, ekshumasiya, başkarlanmış meyit qalıqlarını elləşdirmək ilə başlanmışdır, proseslərinə başlanmış və işğaldan azad edilmiş rayonların ərazilərində aparılmış qazıntılar zamanı ümumilikdə 29 kütləvi məzarlıqda ən azı 218 şəxsə aid meyit qalıqları kütləvi və təhqir edici, nə erməni, nə Azərbaycan cəmiyyətində dini əxlaqi cəhətdən qəbul edilməyən formada texnika vasitəsilə böyük çalarlar qazaraq bir-birinin üzərində qalaqlanmış, baş, ayaq, əyniləri paltarlı, ayaqları iplə bağlı vəziyyətdə, torpağa basdırılmış vəziyyətdə aşkar edilmiş və ekshumasiya olunaraq götürülmüşdür. İşğaldan azad edilmiş rayonların ərazilərində aparılmış geniş miqyaslı tikinti, quruculuq işləri və həyata keçirilmiş digər təxirə sarılmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları da aşkar olunaraq ekshumasiya edilmiş və götürülmüşdür. Bundan başqa Respublikanın 20 şəhər və rayon ərazisində də yerləşən 31 qəbirstanlığında tanınmadan dəfn olunmuş naməlum şəhid məzarlarında 210 şəxsə aid meyit qalıqlı ekshumasiya edilmişdir və hal-hazırda ekshumasiya olunaraq və aşkar olunan meyit qalıqlarının sayı 800 ədəkdir. Və işğaldan azad olunmuş bu ərazilərdə götürülən meyit qalıqları prosedur qaydaları olaraq prokurorluq istinaq orqanlarının əməkdaşları tərəfindən ekspertiza, Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyinə təqdim olunur. Orada məhkəmə tibbi ekspertiza, kriminalistik ekspertiza və məhkəmə genetik ekspertizalara təyin olunmaqla orada həmin meyit qalıqları məxsus olduğu şəxslərin cinsi, yaşı, boyu, sümüklər üzərində olan xəsarətlər, ölümü səbəbi, ölümü müddəti, torpaqda qalma müddəti və digər əlamətlər orada müəyyən olunur. Bundan başqa həmin meyit qalıqlarından nümunələr götürülərək Dövlət Təhlükəsizlik Xidmətinin hərbi tibb baş idarəsində olan məhkəmə genetik laboratoriyasına təqdim olunur. Ümumiyyətlə, əvvəl daha bir məqam deyim ki, 2014-cü ildən başlayaraq 3800-dən çox itkin düşmüş şəxsin yaxın qohumlarının, 11 mindən artıq yaxın qohumlarından genetik profillər, nümunələr götürülərək profilləri çıxarılmış və genetik laboratoriyada sistemləşdirilmişdir.
sistemləşdirilmişdir və orada təqdim olunan sümük ağlarına çıxarılan genetik profillərlə eyniləşdirmə aparılaraq həmin şəxslərin şəxsiyyəti müəyyən olunması prosesləri aparılır. Təqdim olunmuş nümunələr əsasında hal-hazırda 187 şəxsin şəxsiyyəti müəyyən edilmiş və dəfn edilməsi üçün nəşləri yaxın qohumlarına təhvil verilmiş, qanunvericinin tələblərinə, milli ənənələrinə uyğun dəfn edilmişlər. Bundan başqa istintaq orqanı qarşısında duran itkinlərin tapılmasına bağlı problemlərdən də cüzasımaq istərdim. Bunlar deməli işğaldan azad olunmuş ərazilərdə ərazinin minalarla və patlamamış sursatlarla həddindən artıq çirklənməsi, sərt relyef və kəskin hava şəraiti uzun müddət keçdikdən sümüklərin bir hissəsinin eroziya uğrayaraq torpağa qarışması, sümüklərin bir-birindən torpaq səthi üzərində hətta bəzən çox bir-birindən uzaq məsafədə aşkar olunması, həm aşkar olunmuş sümüklərin ekspertiza nəticəsində eyni şəxsə məxsus olmağı müəyyən edilməsi. Yəni bunlar həmin infrastrukturun orada yaşayış məntəqələrinin, qəbirstanlıqların və itkinlərə aid məzar yerlərinin dağıdılması, bütün bu itkinlərin aşkar olunması prosesinə çətinlik yaradan problemlərdəndir. Kütləvi məzarlıqların aşkar olunduqları ərazilər Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar olundu. Orada şahidlər məlumatı əsasən, çünki Edilli kəndi erməni hərbçilərinin Azərbaycanlı əsir və girovları saxladıqları bir məntəqə kimi istifadə olunurdu və orada öldürülən girovlar, yaralı vəziyyətdə gətirilən hərbi qulluqçular orada dəfn olunmuşlar və onların orada biz aşkar edib ekshumasiyasına aparanda onların da yenə də qolları bağlı, ipli vəziyyətdə, sarafana bükülmüş vəziyyətdə bir-birinin üzərinə baş-ayaq qalaqlanmış vəziyyətdə dəfn olunduqlarını da görmüşdük. Daha sonra Şuşa rayonu Daşaltı kəndi ərazisində olmuşdu belə bir kütləvi məzarlıq. Orada da 2 yerdə bizim Daşaltı əməliyyatı zamanında şəhid olan hərbi qulluqçularının nəşrləri aşkar edilərək götürülmüşdü. Daha sonra Kəlbəcər rayonu, Laçın rayonu, Ağdərə rayonu ərazisində bunlar bir çoxları şahid məlumatlar əsasında müəyyən olunur. Bir qismi isə tikinti, quruculuq işləri aparılan zaman müvafiq dövlət idarələri tərəfindən orada qazıntı işləri aparılanda təsadüfən olunan aşkar olunmuş. Xacəsində Xocalı rayonu ərazisində orada 3 yerdə aşkar olunmuşdu və onlar təsadüf nəticəsində o işlər görülərkən aşkar edilmişdi və tərəfimizdən onlar götürülərək ekspertizaya təqdim olunmuşlar. Emil müəllim, şahid ifadələri əsasında dediniz, bu prosedur necə həyata keçir? İstərdim biraz bu barədə danışırsınız. Şahidlərin rəyləri, ifadələri. Şahidlər bu barədə döyüşlərin gedişatında həmin öz döyüş yoldaşlarını, hərbi qulluqçularının şəhid olduqları yeri görmüş, yaralanmış və girovluqda qalıb, əsirlikdə qalıb, sonra asirlikdən azad olunub, bu barədə bizə məlumat verilənlər olubdur. Əsasən bu tip kateqoriyadan olan şahidlərdir. Çünki başqa, yəni bu barədə əsirlikdən qaçanlar da bu barədə bizə məlumat verənlər arasında olmuşdur və onların əsasında dövlət komissiyasında olan məlumatlar əsasında olubdur məlumatlar, onun əsasında gedib orada aşkar olunur.